Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli YouTube izləyicilərimiz. Bugün sizə bir məhəllənin içində 2 dənə yanaşı həyət evləri təqdim edəcəm. Amma hər bir evlərin, baxın, evin biri budur, biri isə budur, təqdim etdiyim evdir. Amma hər birinin ayrı-ayrılıqda sizə videosunu çəkib paylaşım etmək istəyirəm ki, evi də rahat şəkildə izləyib sonra gələsiniz. Bir məhəllədən 2 ev almaq istəyən müştərilərimiz, bacılar, qardaşlar, köhnə məhəllədə, nə bilim, plana getmiş yerlərdə qonşu olan müştərilərimiz, bu gün sizin üçün çox gözəl bir fürsətdir, qaçınılmaz bir fürsətdir. Evlərində hər ikisinin ayrı-ayrılıqda həm evin, həm də torpağın kupçası var. Videoya keçməzdən əvvəl, təqdimata keçməzdən əvvəl bir şey xahiş edirəm ki, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evi də, həm evin, həm də təqdimatımız barəsində də öz fikirlərinizi qeyd edə bilərsiniz. İndi isə keçək evimizin məlumatına. Evimiz yerləşir Binə Atçılıq qəsəbəsində, Binə Atçılığın tam mərkəzində, Binə körpüsünün yaxınlığı. Bilmirəm, videoda səs qeyd olunur, yoxsa yox. Mən buradan hətta maşınların səsini eşidirəm. 2-ci mərtəbənin balkonuna çıxdıqda, oradan sizə birbaşa magistral yolunda göstərəcəm. Hər tərəfi yaşayış olan yerdə, 3 sot yarım torpaq sahəsindədir evimiz. Yerdən də 4-5 daş kürsüdə tikilib. Evin heç bir divara bitişiyi yoxdur. Sağı, solu, arxa tərəfindən zabordan geniş məsafəsi saxlanılaraq tikilib. Mərkəzi kanalizasiya sistemi var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri var. Həyətimizin yarı hissəsi kermogranit daşlarından döşənilib və gördüyünüz kimi də əlavə boş torpaq sahəsi saxlanılıb. Hətta həyətində qazonu, dekorativ ağacı, meyvə ağacına qədər hamısı əkilib. Həyətimizdə qaraj var. Qarajın üstü də besetka kimi nəzərdə tutulub. Əvvəlcə istəyirəm sizə qalxıb besetkanı təqdim edeyim. Evimiz də 2 mərtəbə 6 otaqdan ibarətdir. Ümumi sahəsi də 175 kvadrat metrdir. Mərtəbə arası tamamilə monolit betonlanmadır və kənarlarından kolon verilərək tikilib. Baxın, evin hər ikisinin görünüşünə buradan çox gözəl görsənir hər ikisi. Keçək indi evimizin daxili ilə sizi tanış edeyim. Və onu da qeyd edim ki, dəyərli izləyicilərim, ev düz 10 ilin tikilisidir. Hər bir evlər düz 10 ilin tikilisidir. İndi bilirəm ki, rəylərdə çox müştərilərim yazacaqlar ki, Makler evidir, Makler evini almağa dəyməz. Təbii ki, mən Makler evlərinə heç bir söz deyə bilmərəm. Çünki mənim səhifəmdə də Makler evləri var. İnanın ki, hər birinin keyfiyyətinə hətta özüm də cavab deyəm. Çünki mən tikilişini görmədiyim, gözümlə görmədiyim evləri heç satışa götürmürəm. Bu evdə sonradan bir balaca əl gəzdirilib, satışa çıxıb, ev özü, az öncə də qeyd elədim, hər ikisi 10 ilin tikilisidir. Bura geniş bir qonaq otağımız. Qonaq otağında da asma tavan. 1-ci mərtəbəmizdə hamamın sanitar qovşağı hər ikisi ayrı-ayrıdır. Evin 1-ci mərtəbəsində yerləşir mətbəx, hamam, sanitar qovşaq, 2 də yataq otağı. 2-ci mərtəbəmizdə isə qardirob otağıdır, hamam, sanitar qovşaqdır, 3 də əlavə yataq otağıdır. Hamam, sanitar qovşaq, istipol. Kim alacaqsa, Allah həm alana, həm də satana xeyir versin inşallah. Hər iki sanitar qovşaqda duş kabini üçün də yerdə saxlanılır. 2 ailənin, 2 və yaxud 3 ailənin tam rahatlıqla yaşaya biləcəyi evdir. Evdə kombi sistemi çəkilib. Hər 2 mərtəbənin polları laminatdır. Bu da evimizin 2-ci mərtəbəsi. Evin tam yaxınlığından bir neçə marşrut xətləri keçir. Bura bir yataq otağıdır. Otaqların hər biri hündür geniş otaqlar. Bura hamam, sanitar qovşaq. Burada da duş kabini üçün yeri var. Bura qardirob otağıdır. Bunlar da evin geniş yataq otaqları. Evin qiyməti 225 min manat.
real alıcıya qiymətli indirim ev sahibi tərəfindən endirim olunacaq. Bizim səhifədən gələn müştərilərə hər zaman xüsusi endirim olunub. İnşallah ki, bayram qabağıdır. Nə qədər tez gəlsəniz, ev sahibindən gözəl bir bayram indirimi də əldə edə bilərik. Buradan balkon açmıram, elə bir də sizə ətrafını göstərim. Bura evimizin ətrafı görürsünüz. Hamısı 2 mərtəbəli yaşayışlı evlər. Burada Binə körpüsüdür. Binə körpüsüdür, amma yol sol tərəfdən birbaşa magistral yoldur. 225.000 manat paket kupça mərkəzi kanalizasiya var. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.